İrakli Qobaxidze milli imtahanların başlaması münasibətilə abituriyentlərə uğurlar arzulayıb. O qeyd edib ki, onların illərlə çəkdiyi zəhmət və hazırlıq yaxşı nəticələr verəcək. Baş nazir gənclərin ölkənin gələcəyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq bütün abituriyentlərə imtahanlarda yüksək nəticələr arzulayıb. Vahid Milli İmtahanlar KXT-də heç bir problem yaşanmadan başlayıb. İmtahan mərkəzi Tel Avivdə yerləşən 8 sayılı dövlət məktəbində fəaliyyət göstərir. İmtahan zalı, kondisioner sistemi və bütün zəruri avadanlıqlarla təchiz olunub. Ərazidə patrul, polis, yanğın söndürmə və təcili tibbi yardım briqadaları növbə çəkir. Abituriyentlərin sözlərinə görə bugün həyəcanlı olsalar da imtahan tapşırıqlarını uğurla yerinə yetirəcəklərinə inanırlar. Bugün Özbəkistan prezidenti Şavkat Mirzoyev rəsmi səfərlə Gürcüstana gəlir. Onun rəsmi qarşılanma mərasimi saat 18:00-da Gürcüstan prezident sarayında keçiriləcək. Səfər çərçivəsində Gürcüstan və Özbəkistan prezidentlərinin təkbətək görüşü planlaşdırılıb. Liderlər iki tərəfli əməkdaşlığın inkişafı perspektivlərini və regional gündəliyi müzakirə edəcəklər. Görüş başa çatdıqdan sonra prezident sarayında fəxri qonaqlar kitabına qeyd yazılması mərasimi keçiriləcək və Özbəkistan prezidenti burada xatirə mesajı yazacaq. BMT-nin Baş Assambleyasının terrorla mübarizə həftəsi başa çatıb. Tədbirdə Gürcüstan nümayəndə heyəti Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin birinci müavini Laşa Mağradinin rəhbərliyi ilə iştirak edib. Plenar iclasda Laşa Mağradzi yekun məruzə ilə çıxış edərək qlobal sülh və təhlükəsizliyin qorunması baxımından beynəlxalq terrorizmlə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb. O həmçinin terrorizmlə mübarizə sahəsində Gürcüstanın aidiyyəti qurumları tərəfindən görülən işlərdən və atılan adımlardan danışıb. İlham Əliyev və Ursula von der Leyen Avropa İttifaqı Azərbaycan əməkdaşlığı və Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər. İlham Əliyev Azərbaycanın regionda Avropa İttifaqının əsas ticarət tərəfdaşı olduğunu vurğulayıb. Enerji əməkdaşlığı və Ermənistanla münasibətlərdə əldə olunan irəliləyişdən danışıb. Ursula von der Leyen Avropa İttifaqının nəqliyyat, energetika və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağını bildirib. O, Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qiymətləndirib və İlham Əliyevin sülh prosesindəki rolunu yüksək dəyərləndirib. Müxalifət alyansına daxil olan partiyalar arasında fikir ayrılığı davam edir. Son illərdə qəbul etdikləri daxili partiya qərarları ilə bağlı da müxtəlif şərhlər səsləndirilir. Bu dəfə Levon Xabeyişvili Vahid Milli Hərəkat Partiyasının sədri vəzifəsindən uzaqlaşdırılması ilə bağlı danışıb. Onun sözlərinə görə bəzi şəxslər onun peşəkar səviyyəsini bəhanə gətirirdilər. Lakin Xabeyişvili hesab edir ki, bu əsl səbəb deyil. O bildirib ki, həmin dövrdə müxalifət birləşə bilmədi və nəticədə hamı həbsxanada bir araya gəldi. Alyansdakı son proseslər gəlincə qarşılıqlı ithamlara baxmayaraq, Vahid Milli Hərəkat hələ də bu birliyin üzvü olaraq qalır. Hakim komanda isə müxalifətdə baş verənləri ciddi qəbul etmir və alyans ətrafındakı hadisələri siyasi sirk adlandırır.